Yazın gəlişi ilə dağlarda qar əriməyə başlayır və belə aylarda qar uçqunları təhlükəsi də artır. Xüsusilə dağlıq ərazilərdə yaşayan insanlar üçün bu risk yaradır. Bəs ölkəmizdə qar uçqunları ilə bağlı risk zonaları hansı ərazilər hesab olunur? Necə ehtiyatlı olmaq olar? Sıradakı sujetimiz bu barədədir. İzləyək. Bu görüntülər qar uçqunlarının nə qədər dağıdıcı olduğunu göstərir. Güclü yağıntılar və hava temperaturunun dəyişməsi nəticəsində dağlıq ərazilərdə tonlarla qar aşağı sürüşərək yaşayış məntəqələri və yollar üçün təhlükə yaradır. 2 gün əvvəl Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan ordusunun 2 hərbi qulluqçusu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Bu hadisə bir daha göstərir ki, insanlar dağlıq rayonlarda ərazini düzgün qiymətləndirməkdə çətinlik çəkirlər. Yamaç hissəsində otlu yerdə yağış yağanda üstdən qar yağanda, yəni ağır olduğuna qədər qar saxlaya bilmiyoruz, uçur. Dağın ətəyində, Samur dərədə dayandıq. Qonşu İbrahimdə qalmışdı qar uçqunun altında, yuxarıda, dağda. Qar uçqunun altında biz onu çıxartdıq, xilas elədik, amma indi mübarizdir. Bu dəqiqə qar uçqunları əmələ gələn vaxtlardır. Uçqunu görmüşəm çox. Dağ uçanda bir səs gəlir, bir güppultu bir səs gəlir ki, dağdan o ağac, mağac götürüb gedir üstdən aşağı. Ekspertlər deyir ki, güclü qar yağdıqdan sonra havanın temperaturunun kəskin dəyişməsi qar uçqunu üçün münbit şərait yaradır. Uçqun təhlükəsinin yüksək olduğu yerlərdə xüsusi xəbərdarlıq nişanları yerləşdirilsə də, bəziləri buna əhəmiyyət vermir. Amma bu qaydalara riayət etmək hər kəsin şəxsi məsuliyyətidir. Xüsusilə bax, indiki ay martın sonu, aprel ayında bu həmin köhnədən quzeylərdə toplanmış qarlar hava isinəndə isti hava kütləsi qarla yer səthi arasında sürtünməni azaldır və qar uçqununa səbəb olur. Xüsusilə hardakı çoxlu miqdarda qar toplanılıbdır və o ərazilərdə çalışıb ehtiyatlı olmalıdırlar ki, onların böyük uçqun zamanı o təsirə məruz qalmasınlar. Xüsusilə quzey ərazilərdə yaz aylarında hardakı qar qalıbdır, qış dövründən qalıbdır, çalışmaq lazımdır oradan uzaq olsunlar. Bəs ölkəmizdə qar uçqunu ilə bağlı əsasən hansı zonalar riskli hesab olunur? Naxçıvan Muxtar Respublikasında Paraqaçay hövzəsində deməli yüksək dağlıq ərazilərdə, Kiçik Qafqazın yüksək dağlarında, Murovdağ hissəsində, Gədəbəy yuxarı ərazilərində, Böyük Qafqazda, Quba Xaçmaz zonasında yüksək dağ ərazilərində, Quba, Qusar, Xınalıqçay hövzəsində, Vəlvəlçay, Qudyalçay hövzələrində, Kiçik Qafqazın demək olar ki, yüksək hövzəli əksər çaylarında, bu Tərtərçay hövzəsində də ola bilər, sonra Gəncəçay, yuxarı hissəsində Gəncəçayın, Həkəri çayın, Laçın rayonu ərazisində xüsusilə bu qış aylarında, yazın əvvəllərində baş verə bilir. O da qeyd olundu ki, şimşək çaxması, güclü külək, yağış yağması, hətta kiçik bir titrəyiş belə tonlarla qarın yamacdan sürüşməsi ilə nəticələnə bilər. Bunların hamısı qar uçqunu üçün ciddi səbəb sayılır. Məhəmməd Hacızadə, Hacı Ömər İsayev, Amil Əliyev, ATV Xəbər.